Birinci sual. A natural ədədi 8-ə və 10-a qalıqsız bölünür. Həmin A ədədi sadalananlardan hansına mütləq qalıqsız bölünəcək? Əgər bir natural ədəd 8-ə və 10-a qalıqsız bölünürsə, o halda bu ədəd bu 8 və 10-un ən kiçik ortaq bölünəninə də mütləq qalıqsız bölünəcək. Yəni, əkob 8 və 10-a, 10-un əkobuna. 8 və 10-un əkobu 40-dır. Deməli, həmin bu A natural ədədi 40-a da qalıqsız bölünəcək. Deməli, bunlardan ikinci mən dəqiq bilirik ki, 40-a bölünəcək. Qaldı 2 və 80. Əgər ədəd 8-ə və 10-a bölünürsə, baxın, 2 ədədinə də bölünəcək. Çünki 8-in özü 2-yə bölünür, 10 da 2-yə bölünür. Bunlardan biri sadəcə 2-yə bölünsəydi, yenə kifayət edərdi. Ki, biz deməli, A natural ədədinin həmin bu 2-yə bölünməsini deyək. Ona görə də mütləq bu ədəd 2-yə də bölünəcək. O ki, qaldı 80-ə. Yəni, əgər biz ədədi 40 olaraq götürsək, yəni 40 ədədi natural ədəddir. 8-ə bölünür, 10-a bölünür. Həmçinin 2-yə də bölünür. Ancaq 40 ədədi 80-ə bölünmür. Deməli, sadəcə birinci və ikinci, yəni 2 və 40-a mütləq bölünəcək. 80-ə bölünməyə bilər. Yəni, bu göstərdiyimiz misalda olduğu kimi. Ona görə də doğru cavab A bəndi 1 və 2, yəni 2 və 40 ədədlərinə bölünəcək mütləq. İkinci sual. 600 qram yağa və 1,5 kiloqram kəsmiyə 33 lari ödədilər. Əgər 1 kiloqram yağ 35 lari olarsa, 1 kiloqram kəsmik neçə laridir? Biz deməli bilirik ki, 1 kiloqram yağ 35 laridir. 1 kiloqram kəsmik bilmirik nə qədəridir. Tutaq ki, x lari. 600 qram yağ alınıb. O 600 qramı biz deməli əvvəlcə çevirməliyik kiloqrama. 600 qram 0,6 kiloqram edir. Deməli 0,6 kiloqram vurulsun 35-ə. Bu bizə yağa verilən pulu göstərəcək. Çünki 1 kiloqram 35 lari olanda 600 qram 0,6 vurulsun 35 olacaq. Üstəgəl 1,5 kiloqram kəsmik alınıb. 1 kiloqram kəsmiyə biz x lari dediksə, o halda 1,5 kiloqrama 1,5 vurulsun x lari pul ödənib. Və bunlar birlikdə 33 lari edir. Belə sadə bir tənlik əldə edirik. Buradan sadəcə x tapmaq lazımdır. 0,6 vurulsun 35. Çiyadda 21, 0. Deməli 21 edir. 21 plus 1,5x bərabərdir 33-ə. 1,5x bərabərdir 33 çıxılsın 21 edir 12. X bərabərdir 12 bölünsün 1,5. Bunun üçün biz 120-ni 15-ə bölməyimiz lazımdır. 120 bölünsün 15 sadəcə. Bu isə 8 edəcək. Deməli, 8 lari, yəni 1 kiloqram kəsmiyin qiyməti 8 lari imiş. Doğru cavab D bəndidir. Üçüncü sual. Tərəfinin uzunluğu 450 cm olan kvadrat bərabər düzbucaqlılara bölünüb. Hər bir düzbucaqlının uzunluğu 90 cm, eni isə 15 cm-dir. Bölünmə nəticəsində neçə belə düzbucaqlı alındı? Həll etmək üçün biz kvadratın sahəsini tapıb bölməliyik. Deməli, bölünən hər bir düzbucaqlının sahəsinə. Kvadratın tərəfi 450 cm olduğu üçün onun sahəsi 450 cm vurulsun 450 cm olacaq. Bölmək lazımdır bunu. Hər bir alınan düzbucaqlının sahəsinə. Düzbucaqlının eni və uzunu verilib 90 və 15 cm-dir. Deməli, onun sahəsi olacaq 90 vur 15 cm.
İndi bunları ixtisar edək. 450 və 90 ixtisar olunur 90-a 1 və 5 qalır. 5 və 15 ixtisar edək 5-ə. 5-i 5-ə böləndə 1, 15-i 5-ə böləndə 3 edir. 450-ni 3-ə böləndə isə 150 edir. Deməli, bölünmə nəticəsində 150 düzbucaqlı əmələ gəlib. Doğru cavab yenə D bəndidir. Dördüncü sual. Tutaq ki, indi səhər saat 6:00-dır. Birisi gün saat 15:00 neçə saat sonra olacaq? Əgər indi saat 06:00-dırsa, birisi gün, yəni 2 gün sonra, yenə saat hələ ki, gəlin 06:00-a qədər nə qədər saat keçir onu tapaq. Yəni 2 gün ərzində 2 gün 2 dəfə 24, yəni 48 saat edir. Ancaq bizə saat 6 yox, 15:00 lazımdır. Yəni saat 6-dan indi 15-ə qədər neçə saat edir? 15-dən 6 çıxmaq lazımdır, 9 saat. Deməli, cəmi 48 + 9, yəni 57 saat sonra olacaq. Doğru cavab Q bəndidir. 5-ci sual. Qutuda 6 qırmızı, 7 sarı, 5 mavi və 3 yaşıl top var. Qutudan ən az neçə ədəd top götürməliyik qutuya baxmadan ki, götürdüyümüz toplar arasında mütləq 4 mavi və ya 4 sarı top olsun. Belə suallarda ən pis halı nəzərə almağımız lazımdır. Bizdən istənir ki, 4 mavi və ya 4 sarı top olsun. Deməli, mavi və sarı olmayan halları birinci biz nəzərə almalıyıq. Mavi və sarı olmayanlar hansılardır? Qırmızıdır və yaşıldır. Deməli, biz elə götürməliyik ki, götürdüyümüz toplar əvvəlcə hamısı deyək ki, qırmızı oldu. Ən çox qırmızı olduğu üçün qırmızını götürək. Hələ ki, qırmızını götürək. 6 qırmızını çıxartdıq. Tutaq ki, ondan sonra əlimizə gələn toplar oldu. Deyək ki, ən pis halda nə olasıdır? Yaşıl top. Yəni, əsas odur ki, indi biz mümkün qədər sarı və maviyə toxunmayaq. 6 qırmızıyı çıxartdıq, ondan sonra 3 yaşıl var, 3 yaşılı çıxartdıq və bundan sonra artıq biz məcbur olaraq sarı və mavilərə keçirik. İndi bizdən istəyir ki, ya 4 mavi, ya da ki 4 sarı top olsun. Bunun üçün 4 olmaması üçün yəni 1 vahid az götürəcəyik. Deməli, 3 götürəcəyik. 3, misal üçün sarıdan başlayaq. 3 sarı çıxardaq. Yəni, fərz edək ki, çıxartdığımız topların 3 top çıxartdıq bundan sonra və 3-ü də bunun oldu sarı. Niyə 3 sarı deyirəm? Çünki 4-cü də sarı olsa artıq qurtarmış olub, biz 4 sarını çıxartmış oluruq. Amma biz ən pis halı yox olmağımız lazımdır. Ona görə 3 sarı götürək, tutaq ki 3 olsun və bundan sonra çıxartdığımız toplar mavi olsun və 4 olmamaq üçün 3 götürəcəyik onu da. 3 mavi top. Və geridə qalan toplar, baxın, sadəcə sarı və mavilər qalıbdır və bunlardan hansını çıxartsaq, yəni bir top çıxardasaq indi sadəcə. Bu çıxardacağımız top mütləq ya sarı ya mavi olacaq. Sarı çıxsa 4 sarımız olur, mavi çıxsa 4 mavimiz olur. Yəni hər iki halda artıq biz deməli 4 mavi və ya 4 sarı topu çıxartmış oluruq. Ona görə də bu qədər çıxartmağımız lazımdır. Yəni cəmi nə qədər edir? 6, 9, 12, 15, 16. Cəmi biz minimum 16 top çıxartmalıyıq ki, bu çıxartdığımız 16 top arasında mütləq ya 4 mavi ya da ki 4 sarı top olsun. Cavab B bəndi olur.